Dünən axşamdan müşahidə olunan güclü külək paytaxt və ətraf ərazilərdə ciddi fəsadlara səbəb olub. Ağaclar aşıb, binaların fasad hissələri dağılıb, hətta avtomobillərə ziyan dəyib. Güclü külək salonun qapısını qırıb, binanın fasadındansa hissələri qoparıb. Hadisə Abşeron rayonu Xırdalan qəsəbəsində qeydə alınıb. Sakin adi günlərdən biri kimi avtomobilini burada, iş yerinin qarşısında saxlayır. Bir neçə dəqiqə sonra isə qarşılaşdığı mənzərə, binanın fasadından qopan hissələr avtomobilini bu cür yararsız vəziyyətə salır. Maşından düşüb içəri girən kimi bilirəm, yuxarıdan binadan qırıldı, töküldü. Dəfələrlə olub, birinci dəfə deyil. Keçən dəfə oldu, dediyi Jekazada, yəni baxmadılar, eləmədilər. Bu gün də maşınıma dərənin zərəri görmüsünüz də özünüz. Cəmaatın başına düşər, maşın cəhənnəm, yəni insanların başına düşər, ölüm olar, yekə şurublar var üstünə. Gəlsinlər bir dənə baxsınlar, tədbir görsünlər bunu. Heç 5 dəqiqə çəkmədi, elə burada düşdüm, maşını saxladım, düşdüm, qapısını açıb. İçəri girdim, 2-3, bəlkə də 5-10 saniyədə gez çıxsaydım, mənim başıma düşəcəkdi. Güclü külək Sabunçu rayonu Balaxanı qəsəbəsində isə evin dam örtüyünü yerindən qoparıb. Uçan dam örtüyü yaxınlıqda yerləşən 2 evin, həmçinin 2 maşının üzərinə düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb, lakin evlərə və maşınlara ciddi ziyan dəyib. Bizim evin üstünə düşür, evin tavanı düşür. Daha bir hadisə Yasamal rayonu İnşaatçılar prospektində qeydə alınıb. Güclü külək ağacı aşırıb. Ətrafdakı insanlar yolun hərəkət hissəsini aşan ağacı kənara çəkmək üçün cəhd göstəriblər. Həmçinin bəzi küçələrdə külək zibil konteynerlərini avtomobil yollarına sürükləyərək aşırıb. Bəzi qəzalı aşma təhlükəsi olan ağaclar Yaşıllaşdırma Birliyinin əməkdaşları tərəfindən kəsilərək ərazidən kənarlaşdırılıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, güclü külək nəticəsində aşan 37 ağac və qırılan 41 budaq əməkdaşlar tərəfindən təmizlənərək ərazidən götürülüb. Bəyim Mahir qızı, Bəkir Əşimov, Fidan Səfər, Spois xəbər.